Xanım Zəhraya saxlayacağımız əzadarlıqların qəbul olunmasına, bu məclisdə ürəyi olub iştirak edə bilməyənlərin, iştirak edənlərin əmvatlarının ruhunun şad olmasına Peyğəmbər və Ali Peyğəmbərə ucadan salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala seyyidina Muhammedin və alihi tahirin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Və la'natullahi ala a'daihim ecma'in minəl-an ila qiyam yevmiddin. Rabbi şrah li sadri və yessir li amri və hlul uqdeten min lisani yefqahu qavli. İlk öncə xanım Zəhra salamullah aleyhanın şəhadəti münasibəti ilə hamınıza başsağlığı verirəm. Allah bizi xanım Zəhraya layiq olan davamçılardan, müsəlmanlardan, şiələrdən qərar versin. Amin. Xanım Zəhra salamullah aleyha sıradan olan bir xanım deyildir. Əhl-i Beyt barəsində Allahın kitabında ayələr nazil olub, Peyğəmbərimizin dilindən də çox dərin, mötəbər hədislər mövcuddur. Ona görə də Əhl-i Beyti digərləri ilə müqayisə etmək, Əhl-i Beyti sıradan olan insanların tayı görmək, bu ya savadsızlıqdır, ya da vicdansızlıq. Ya bu insanların məlumatı yoxdur, savadsızdırlar, ya da yox, məlumatları var, vicdanları yoxdur. La yuqasu bi ali Muhammedin min hadil ümməti ahad. Bunu Həzrət Əli Aleyhisselam buyurur. Bu ümmətdən heç bir şəxs Əhl-i Beytlə müqayisə oluna bilməz. Müqayisə gəlməzlər. Mən bu 10 gündə xanım Zəhranın barəsində danışacağım. Bir neçə gün mən xanım Zəhra salamullah aleyhanın barəsində nazil olan ayələr ətrafında danışacağım. O ayələrdən biri mübahilə ayəsidir. Bilirsiniz ki, Quranda Allah Teala buyurur: "Udu ila sabil rabbika bil hikmeti vel mev'izatil hasene ve cadilhum billati ya ahsen." İnsanları hikmətlə dinə dəvət et. Allah Peyğəmbərimizə buyurur, insanları məntiqlə dinə dəvət et. Udu ila sabil rabbika bil hikme vel mev'izatil hasene. Və yaxşı, gözəl mövzələrlə, nəsihətlərlə. Cadilhum billati ya ahsen. Ən yaxşı üsulla onlarla mücadilə ilə. Elmi mübahisələr apar. İndi bir insan nə məntiq qəbul edir, nə bu insan nəsihət dinləyir, nə də elmi mübahisələrə və onun normalarına boyun əyir. Bu insan məntiq əhli deyil. Allah buyurur, bu insanlarla məsələnin əhəmiyyətindən asılı olaraq mübahilə eləyin. Mübahilə nədir? Mübahilə budur ki, sən o şəxslə birgə, ya o cəmiyyətlə birgə Allah'a and verirsiniz. Kimin haqq, batil olduğunu üzə çıxartmaqdan ötürü Allah'a and içirsiniz. Və batil əhlini lənətləyirsiniz. Bu, o
şəxslərə aiddir, o cəmiyyətə aiddir ki, onlar heç bir üsulla haqqı qəbul etmirlər. Yenə də qeyd edirəm, bu, o haqqın əhəmiyyətindən asılı olaraq mübahiləyə gətirib çıxardar. Adi məsələlərdə, sıravi məsələlərdə biz bu məsələlərə bu həddə gətirib çıxartmamalıyıq. Bu məsələləri bu həddə çıxartmamalıyıq. Amma onlar ki, İslamı qəbul etmirdilər, kitab əhlindən olan nəcranlılar haqqı inkar edirdilər, Peyğəmbəri inkar edirdilər, mübarizə aparırdılar İslama qarşı. Allah dedi, فَقُلْ تَعَالَوْ نَدْوَ أَبْنَانَا وَأَبْنَاكُمْ فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ. Hər kəs səninlə bu həqiqətlə mübarizə aparırsa, səninlə bu həqiqətlə, Qur'anla, İslamla mübarizə aparırsa, onu mübahiləyə çağır günə. Ondan mübahisə etkinən, mübahilə etkinən. فَقُلْ تَعَالَوْ نَدْوَ أَبْنَاءَنَا وَأَبْنَاكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ. De onlara, siz də öz oğlanlarınızı çağırın, biz də öz oğlan övladlarımızı. Siz də öz qadınlarınızı çağırın, mən də öz qadınlarımı çağırıram. وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ. Mən də canımı çağırıram, siz də canınızı çağırın. ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَانَةَ اللّٰهَ عَلَى الْكَاذِبِينَ. Sonra da Allahın lənətini yalançıları Allahdan istəyək. Məsələ çox önəmli bir məsələdir. Hər kəs İslamla mübarizə aparırsa, haqla, həqiqətlə, Allahın dini ilə, sonuncu Peyğəmbəri ilə mübarizə aparırsa, məntiqi haqqı qəbul etmirsə, İslam onu mübahiləyə çağırır. Birinci məsələ budur ki, bu İslamın, Peyğəmbərimizin özünün haqq olmasına əminliyindən irəli gəlir. Peyğəmbər əmin idi ki, qələbə onunladır. Çünki haqq odur. Peyğəmbərimizin mübahiləyə kimlə gəldiyi, daha doğrusu kimlərlə gəldiyi daha diqqəti cəlb eləyir. Peyğəmbərimiz Allahın rəsuludur. Allah deyib ki, sən öz oğlanlarını çağır, onlar da oğlanlarını çağırsınlar. Sən öz qadınlarını çağır, onlar da qadınlarını çağırsınlar. Nəzərə alın ki, yüzlərlə, minlərlə səhabə vardır. Onların həyat yoldaşları vardır. Mədinədə müsəlmanlar yaşayır. Möminlər var, möminələr var, evlilər var, subaylar var. Yüzlərlə, minlərlə səhabənin həyat yoldaşları var. Qızları vardır, oğlanları vardır. Allah deyəndə ki, Peyğəmbərim, sən öz oğlanlarını çağır, onlar da oğlanlarından çağırsınlar. Sən öz qadınlarından götür, onlar da öz qadınlarından götürsünlər. Hamı üçün sual yaranmışdı ki, görəsən Peyğəmbərlə kim gedəcək mübahiləyə? Allah aya nazil edir. Əbna oğlan sözünün cəm formasıdır. Peyğəmbərin oğlan övladı yoxdur. Salavat yükləyin Peyğəmbər və Ali Peyğəmbərə. Allahümmə səllə ələ Muhammed və Ali Muhammed. Müslim Neşaburi Səhih Müslimdə nəql eləyir. Deyir ki, Əmərə Muaviyyə ibn Əbi Sufyan Sa'dən. Muaviyyə Səd ibn Əbi Vaqqasa əmr etdi ki, Həzrət Əlini lənətləginə. Sən niyə lənətlənmirsən? Bilirsiniz də, Həzrət Əliyə qarşı bu lənət prosesini təbliğ edən, onu cəmiyyətdən, insanlardan, sahabələrdən tələb eləyən yeganə şəxs
Muaviyyədir. Muaviyyə tələb eləyirdi. Səd ibn Əbi Vaqqas da o dövrün tanınmış şəxslərindən və təsirli insanlarından idi. Dedi, sən niyə Həzrət Əlini lənətləmirsən? Ma mənə'kə ən təsubbə Əbə Turab. Nə olub ki, Həzrət Əlini lənətləmirsən? Fəqalə əmə zəkərtu thələsən fəqaləhünnə ləhu Rasulullah fələn əsubbə. Deyir, 3 şey var, Həzrət Əlidə 3 fəzilət vardır, mən ona görə Həzrət Əlini lənətləyə bilmərəm. Birinci, önəmli məsələ budur. Bugünkü bəziləri deyir, lənətləmək olmaz, nə bilim, lənətləmək düz deyil və s. bu nağıllar ki, danışırlar. Amma onların bugün təsdiqlədiyi, təbliğ etdiyi, sevdikləri şəxs, baxın kimə qarşı insanları qaldırır və onlardan Həzrət Əlinin lənətlənməsini istəyir. Deyir, Həzrət Əlidə 3 fəzilət vardır ki, onlardan biri məndə olsaydı, mən fəxr eləyərdim. Mənə bu böyük bir fəzilət idi. Birincisi budur ki, Peyğəmbərimiz müharibəyə gedəndə fəqalə ləhu Əliyun. Həzrət Əlini yerində saxladı. İmam Əli buyurdu, ya Rasulallah, xəlləftəni mə'an nisai və sibyan. Məni uşaqlarla və qadınlarla birgə qoyursan. Mən niyə döyüş aparmırsan? Fəqalə ləhu Rasulullah sallallahu aleyhi və alihi və səlləm əmə tərda ən təkuna minni bi mənziləti Haruna min Musa. Sən istəmirsən ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun. Sən də mənim Harunumsan. Mən gedirəm, burada fitnəkarlar var. Mədinədə münafiqlər var. Onlar təhlükəlidirlər. Xarici düşmənə qarşı mən gedirəm, yaxın silahdaşlarımla, sən də daxildə o münafiqlərin qarşısında durmalısan. İllə ənəhu lə nübuvvətə bədi. Fərq budur ki, məndən sonra nübuvvət yoxdur, Peyğəmbər yoxdur. Deyir, bu böyük bir fəzilətdir. Peyğəmbər bunu kimə vermişdir? Həzrət Əliyə. Kim bu məqama yüksəlib? Həzrət Əli. Baxın, Peyğəmbər nə deyir? Deyir, bütün fəzilətlər buradadır. Sən mənim Harunumsan. Necə Musa Peyğəmbər Allahla razı niyaza getdi. Dedi, oxlufni fi qavmi. Sən mənim xəlifəm ol. Və Musanın həqiqi ardıcılları Harunun ardıca getməliydilər. Peyğəmbər də yoxdursa, indi səfərdədirsə, ya dünyasını dəyişibsə, Peyğəmbərin həqiqi ardıcılları kimin ardıcılları olmalıdır? Həzrət Əlinin davamçıları olmalıdır. Həzrət Əlinin ardıca getməlidir. Bundan balaca bir fəzilət. Bundan böyük bir söz deyir, biri budur. İkinci budur deyir. Və səmi'tuhu yevmə yəqulu yevmə Xeybər. Mən Xeybər döyüşündə eşitdim. Peyğəmbər dedi, لَأُعْطِيَنَّ رَايَةَ رَجُلًا يُحِبُّ اللّٰهَ وَرَسُولَهُ وَيُحِبُّهُ اللّٰهُ وَرَسُولُهُ. Dedi, sabah bayrağı elə bir şəxsin əlinə verəcəm ki, o Allahı da sevir, Rəsulunu da sevir. Allah da və Rəsulu da onu sevir. Burada hədisin əvvəli var, axırı var. Qısaldıblar. Peyğəmbər birini göndərmişdi, o qaçıb gəlmişdi. İkincisini göndərdi, o da qaçdı gəldi. Dedi, sabah bayrağı elə bir şəxsin əlinə verirəm. Kərrarun qayru fərrar. O şir kimi əmlə edər. O fərar etməz, o fərari deyil. Allah da onu sevir, Rəsulu da onu sevir. O da Allah və Rəsulunu sevir. Deyir, Həzrət Əli deyir,
xəstə idi. Fəqalə ud'u Aliyyən fəutiyə bihi armad. Dedi, Həzrət Əlini çağırın. Həzrət Əlinin də gözü diri ağrıyırdı. Fəbasaqa fi aynihi və dəfə'r rayətə iləyh. Gözünü də deyir, qaytardı ona, gözünə şəfa verdi və bayrağı da Həzrət Əlinin əlinə verdi. Burada deyir, bu ikinci böyük fəzilət. O yerdə ki, hamı qaçmışdı, hamı məğlub olmuşdu. Peyğəmbər dedi, mən sağ bayrağı elə bir kişinin əlinə verəcəm ki, Allah və Rəsulu onu sevir. Biz iddia edə bilərik, Allah və Rəsulu bizi sevir. Amma Peyğəmbər deyir ki, Allah Həzrət Əlini sevir. Və o da Allah və Rəsulunu sevir. Və qələbə də deyir, Həzrət Əli ilə, Həzrət Əlinin əli ilə baş verdi. Fətahallahu aleyh. Allah Həzrət Əlinin əli ilə qələbəni gətirdi. Üçüncü fəziləti budur ki, Peyğəmbərimiz Nəcranlılarla mübahiləyə gedəndə Allah Peyğəmbərə dedi ki, Həzrət Əlini öz canı apar günə. İbn-i Vəqqas deyir ki, vələmmə nəzələt hədihil ayə, bu ayə nazil olanda, fəqul təaləv nədvə abnəənə və abnəəkum, oğlanlarınızı çağırın, onlar da oğlanlarını çağırsınlar. Da'a Rasulullah sallallahu aleyhi və səlləm və aleyhi və səlləm Aliyyəm və Fatimə və Həsənən və Hüseynə. Peyğəmbər özü Həzrət İmam Həsəni, İmam Hüseyni, xanım Zəhranı və Həzrət Əlini çağırdı, özü ilə apardı. Qala Allahumma haulai əhli. Dedi, Allahım, bunlar mənim əhlimdirlər. Bunu kim deyir? Müslim Neşaburi Səhih Müslimdə nəql edir. Bu hədis müxtəlif mənbələrdə gəlib. Peyğəmbərimiz bahiləyə gedəndə Əhl-i Beyti aparır. O qədər orada qadınlar var idi, oğlanlar var idi, sahabələrin qadınları, sahabələrin övladları, müsəlmanlar çox idi. Peyğəmbərimiz oğlanlardan kimi seçir? İmam Həsən, İmam Hüseyni. Bu təsadüfüdür. Qadınlardan xanım Zəhranı seçir. Kişilərdən də Həzrəti Əlini. Mən bu hədisə, bu ayəyə aydınlıq gətirmək üçün gərək biraz danışım. Bu ətrafda aydınlıq gətirim. Burada iki baxış ola bilər. Bir baxış münafiqcəsinə olan baxışdır. O bundan ibarətdir ki, deyərlər, Həzrət Əli, Həzrət Peyğəmbər öz qohumlarını apardı. Nəvəsini, əmsi oğlunu, qızını apardı mübahiləyə. Bir baxış budur. Bir baxış da budur ki, yox. Allahın əmri ilə, Allahın göstərişi ilə Peyğəmbər xanımlardan xanım Zəhranı seçdi. Kişilərdən Həzrət Əlini seçdi, oğlanlardan da İmam Həsən, İmam Hüseyin ağanı seçdi. Əlbəttə bu baxış düzgün baxışdır. Allahın Rəsulu və mə yəntiqu anil hava in huvə illə vahyun yuha. O həva-i nəfsdən danışmır. O nə deyirsə vəhidəndir. Peyğəmbərimiz Allahın əmri ilə insanları çağırır və Allahın əmri ilə də kim lazımdırsa, kim getməlidirsə, onları çağırır. Allah Teala Quranda buyurur, İnnə əkrəməkum indallahi ətqakum. Allah dərgahında ən üstünüz, ən təqvalınızdır. Allah yanında ən üstün kimdir? Ən təqvalı insandır. Üstün insan təqvalı insandır. Ən üstün isə ən təqvalı insandır. Əkrəməkum indallah. Allah yanında ən əkrəmi, ən əzizi, ən kəramətlisi, ən təqvalıdır. Bu ayə Hücərat surəsinin 13-cü ayəsidir. Bu ayəni çox eşidibsiz. Digər bir ayə oxuyuram.
Adəm Peyğəmbərin övladları Habillə Qabil Allahın dərgahına qurban gətirdilər. وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ اِذْ قَرَّبَا قُرْبَانًا 27-ci ayədir Maidə surəsində. Onlara Adəmin övladlarının hadisəsini olduğu kimi oxu. Allah Peyğəmbərimizə deyir. اِذْ قَرَّبَا قُرْبَانًا Hər ikisi qurban gətirdilər. فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الْآخَرِ Birindən qəbul oldu, digərindən qəbul olmadı. قَالَ لَأَقْتُلَنَّكَ Qabil dedi Habilə, mən səni qətlə yetirəcəm. Səni öldürəcəm. Habil nə dedi? قَالَ اِنَّمَا يَتَقَبَّلُ اللّٰهُ مِنَ الْمُتَّقِينَ Allah təqvalılardan qəbul edir. Allah hər kəsdən qəbul etmir. Alimlərin dediyinə əsasən bu ayədə oxuduğumuz təqvadan məqsəd ixlasdır. Allah ixlaslı bəndələrdən qəbul edir. Niyyəti təmiz olan bəndələrdən qəbul edir. Hücərət surəsindəki ayədə təqva da umum mənadadır. Allah dərgahında ən üstünüz, ən təqvalınızdır. Təqva nədir? Ən təqvalı insan. Təqvanın birinci ibtidai mərhələsi budur. Haramları tərk etmək və vacibləri yerinə yetirməyə təqva deyilir. Bu təqvanın birinci mərhələsidir. İlkin mərhələsidir. Allah yanında ən üstünü, ən təqvalıdır. Allah təqvalılardan qəbul edir. Peyğəmbərdən belə bir hədis var. İnnallaha la yanzuru ila suvarikum və la ila amvalikum. Allah sizin üzünüzə baxmır. Allah sizin mal dövlətlərinizə baxmır. Velakin yanzuru ila qulubikum və a'malikum. Allah sizin qəlbinizə baxır, sizin əməllərinizə baxır. Bəzi insanlar var, elə fikirləşir ki, məsələn, bu adamın ibadəti çoxdursa, ya məsələn, bu adamın əməlləri çoxdursa, Allah ona daha böyük məqam verəcəkdir. O daha üstündür. Niyyəti nəzərdə almır. Ən üstün əməl, Allah dərgahında qəbul olunan ibadət imanla, ixlasla həyata keçirilən ibadətdir. İbadətin çoxluğunu qoy qırağa. Əməlin çoxluğu ikinci dərəcəlidir. Əgər niyyət təmiz deyilsə, niyyət pak deyilsə, nə olsun çox ibadət edibsən? Şeytan 6000 il ibadət eylədi. İslam tarixində elə şəxslərdən sizə mən danışa bilərəm ki, onlar dəfələrlə həccə piyada gediblər. Amma imamlar tərəfindən lənətləniblər. Sonradan cinayətkar olublar. Niyyətdir əsas. Peyğəmbər buyurur, Allah Taala sizin üzünüzə baxmır, sizin mal dövlətinizə baxmır. Allah baxır sizin qəlbinizə. Niyyətiz nədir? Niyyətin pakdır ya yox? Allah Qabildən niyə qəbul etmədi? Qabil də qurban gətirmişdi. Habil də qurban gətirmişdi. Qabil də ehsan verirdi, Habil də ehsan verirdi. Qabil də, məsələn, həccə getmişdi, Habil də getmişdi. Dedi, Qabildən qəbul deyil. Çünki onda təqva yoxdur, onun niyyəti pak deyildi. Salvat çəkilin Peyğəmbər və Ali Peyğəmbərə. Allah Teala Həcc surəsində buyurur 37-ci ayədə Lən yənəlallahu luhumuha və la dimauha velakin yanaluhu taqva minkum. Kəsdiyiniz qurbanların nə əti Allaha lazımdır, nə də qanı. Allaha heç biri çatmır. Allaha çatan sizin niyyətinizdir. Sizin ixlasınızdır. Təqva ki var bu ayədə,
Yəni, sizin niyyətiniz pakdırsa, o əməl gedib Allahın dərgahına çatır. O insanların ki, niyyəti pak deyil, onların əməlləri qəbul deyil, onların duaları müstəcab deyil. Allah Teala Quranda buyurur, Tövbə surəsinin 53-cü ayəsidir. Qul ənfiqu tav'an əv kərhan. İstər könüllü verin, istər məcbur olaraq, ikrah üzündən verin. Lən yutaqabbələ minhum. Allah qəbul etməz. Əgər innəkum kuntum qavman fasiqin. Lən yutaqabbələ minkum innəkum kuntum qavman fasiqin. Əgər fasiqsənsə, sənin verdiyin o ehsanların, sənin verdiyin o köməklərin heç bir qəbul deyildir. Deməli, Allah dərgahında əməlin qəbul olunması üçün gərək insanın niyyəti xalis ola. Duanın müstəcab olması üçün gərək insanın niyyəti pak ola. Peyğəmbərimiz hara gedirdi? Peyğəmbərimiz mübahiləyə gedirdi. Kimlərlə gedirdi? Peyğəmbər o şəxsləri mübahiləyə aparmalı idi ki, o insanların duaları Allah dərgahında qəbul olunur. O insanların sözü Allah dərgahında məqbuldur. Əgər Peyğəmbərimiz istəyirsə Allah onun duasını müstəcab eyləsin, gərək o insanlarla Allah dərgahına gedə ki, onlar Allah dərgahında dəyərlidirlər. Çünki Allah deyir, ən taqvalınız Allah dərgahında ən üstündür. Peyğəmbər özü ilə ən taqvalı şəxsi aparmalı idi. Allah deyir ki, mən təqvalılardan əməli qəbul edirəm, duanı qəbul edirəm. Allah da ona deyir, ən təqvalını gətir, ən pakı gətir, ən təmizini gətir. Allah yanında ən üstün, ən təqvalıdır. Allah niyyəti xalis olandan qəbul edir. Amma nəuzubillah Peyğəmbər öz qohumunu götürüb aparmışdı. Ayələr göstərir və digər hədislər, mən bir hədisi oxuyacağım diqqətinizə, Allahın dərgahında sözləri keçən bəndələr təki bu 5 nəfər olubdur. Ona görə ən üstünü bunlar olubdur. Ona görə Allahın Rəsulu 5 nəfəri, 4 nəfəri seçir, özü ilə 5 nəfər. Bir hədisi oxuyuram. Səd ibn Əbi Vəqqas deyir, fəqalə ya Rasulallah. Deyir, dedim ki, Allahın Rəsuluna, ey Allahın Rəsulu. Ayədə Allah Teala buyurur, Bəqərə surəsinin 168-ci ayəsində, ya eyyuhənnəsu kulun mimma fil ardı halalan tayyibə. Ey insanlar, pak yiyin, halal yiyin. Bu ayənin barəsində deyir, Peyğəmbərdən soruşdum. Dedim ki, Peyğəmbərə, ya Rasulallah, ud'ullaha yec'aləni müstəcəbəd da'va. Dua elə, Allah bizim dualarımızı qəbul eləsin, bizim müstəcəbu dəvədən eləsin. Yəni, Allahı biz çağıranda Allah bizi eşitsin. Fəqalən nəbi ya Sa'd. Peyğəmbər deyir, Sədə dedi, Səd ibn Əbi Vaqqasa, atib mətəməkə, yeməyivi halal eylə. İstəyirsən dua müstəcab olsun, yeməyivi halal eylə. Sənin yeməyində problem var. Təkun müstəcəbəl dəvə. Onda sənin duaları müstəcab olar. Sonra buyurur, vəlləzi nəfsi Muhammedin sallallahu aleyhi və alihi biyədihi. Deyir, and olsun Peyğəmbərin canı əlində olan Allaha. İnnəl abdə lə yəqziful luqmətəl haram fi cafihi. Allahın bəndəsi halal löqməni qarnına qoyanda mə yutəqəbbəlu minhu a'malun 40 yevma. Allah ondan 40 gün duanı qəbul etməz.
Əgər bir tükə haram çörək deyir, bəndə öz ağzına qoyub onu yeyərsə, Allah 40 gün ondan duanı qəbul etməz. Əgər haram qida bizim dualarımızın qəbul olmasına 40 gün mane olursa, yəni 40 gün bizim dualarımızın qarşısını alırsa, indi siz təsəvvür eləyin də, biz səhvlər eləyəndə, haram tikələr yeyəndə nə qədər bizim dualarımız eşidilmir, bizim dualarımıza mane olur. O dövrdə də, Peyğəmbərin dövründə də Allah deyəndə sən cəmiyyətin içindən pakları gətir, bir nəfər qadınlardan seç, kişilərdən seç. Allahın Rəsulu kimi aparmalıydı? Allahın Rəsulu ən təqvalı qadını seçməli idi. Ən təqvalı kişini seçməli idi. Və ən təqvalı oğlanları seçməli idi. Alimlər deyir, ayədə əbna gəlib, oğlanlar, nisa gəlib, qadınlar. Deyir, oğlanlardan təkcə İmam Hüseyin idi, 2 nəfər o həddə olan. Ona görə Peyğəmbərimiz İmam Həsən İmam Hüseyini götürdü. Qadınlardan ikincisi yox idi. O dərəcədə olan ikinci qadın yox idi. Çünki ayədə Allah deyir, nisadir, qadınlardan. Niyə Peyğəmbər bir dənə xanım Zəhranı apardı? Əgər ikincisi də olsaydı, Peyğəmbərimiz ikincisini də götürərdi. Yox idi. Ya dedim, birinci o münafiq baxışı biri qəbul etməlidir, deməlidir ki, Peyğəmbər öz qohumlarını aparırdı. Tərəfbazlıq edirdi, nəuzubillah Peyğəmbər. Ya bunu deməlidilər, ya da yox. Deməlidirlər ki, yox, bu qadınla bərabər müqayisə olunan ikinci qadın yox idi. Ona görə də Peyğəmbərimiz xanım Zəhra ilə mühaliyə gedir. Kişilərdən də Həzrət Əlidir. Allah Teala ona görə də mən növbəti xütbələrdə deyəcəm, baxın, 5 nəfər buradadır. Səqələyn hadisəsində də, hədisində də 5 nəfərdir. Və digər hədislərdə də Qul la əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurbat. Təkcə sizdən əhl-i beytin məhəbbətini istəyirik. Kim məhəbbətini istəyir? Əhl-i sünnə mənbələrində də gəlib, bizim mənbələrdə də Fətələqqa Adam min Rabbihi kəlimatin fətəbə aleyh. Bəqərə surəsinin 37-ci ayəsi barəsində Adəm Peyğəmbər Allahı bu sözlərlə çağırdı. Fətələqqa Adam min Rabbihi kəlimatin. Adəm Allahdan kəlmələr aldı. Təfsirlərində gəlib ki, o kəlmələr o 5 kimsənə idi. 5 nəfərin adları idi. Adəm Peyğəmbər Allahı o 5 kimsənəyə ad verdi. Soruşdular, sən hardan bunu bildin? Dedim, mən əşdə gördüm bunların adlarını. Allahı o adlara and verir. Mübahilə hadisəsi sıradan olan bir hadisə deyildir. Mübahilə hadisəsində nə qədər İslamın haqlı olduğunu göstərmək var idisə, o qədər də Əhl-i Beyti tanıtdırmaq var idi. Mübahilə hadisəsində Peyğəmbərimiz İslamın haqlılığını, haqqaniyyətini isbat etməklə yanaşı, Əhl-i Beytin də kim olduğunu cəmiyyətə çatdırırdı. Yəni, Allah dərgahında ən üstün olan insanlar bunlardır. Mən də bunlarla gedirəm Nəzranlıların mübahiləsinə. Onlar da görəndə ki, Peyğəmbər Əhl-i Beytlə gəlir, mübahilə gəlmədilər. Tərk elədilər. Nisa-əna deyiləndə qadınlarınızı çağırın, o qədər səhabələrin qadınları içində ikincisi yox idi. Bəli, var idi təqvalı qadınlar, pak qadınlar var idi. Amma ən təqvalı xanım Zəhra səviyyəsində olan ikinci bir qadın yox idi. Ona görə də Peyğəmbərimiz deyir ki, 4 qadın ən üstün qadındır və bu 4 qadının içində də ən üstünü xanım Zəhra salamullah aleyhadır. Mən keçən illər, mən çıxışlarımda bunu demişəm, Əhl-i Sünnənin kitablarına istinadən.
ən üstün qadın 4 qadındır. Onların içindən də ən üstünü xanım Zəhra salamullahi aleyhadır. Bugün biz elə bir xanımın məclisinə yığışmışıq ki, bu xanım yaşının az olmasına baxmayaraq elə bir məqama yüksəlib ki, Allahın Rəsulu düşmənləri ilə mübahiləyə gedəndə o xanımı da özündən götürür. Çünki onun duası Allah dərgahında qəbuldur. Çünki o xanımın məqamı Allah dərgahında ucadır. Salvat sikilin Peyğəmbər və Ali Peyğəmbər. Allahumma salli ala Muhammed Ali Muhammed. Allah Teala Quranda buyurur, Şura surəsinin 25-26-cı ayələridir. Və huvəl-ləzi yəqbalu-t-təvbətə an ibadihi və ya'fu anis-seyyiat. Allah bəndələrdən tövbəni qəbul eləyir və günahlardan keçir. Günahların üstünə qələm əffini çəkir. Və ya'ləm mə təf'alun. Bilir ki, nə eləyirsiniz. Bu 25-ci ayədir Şura surəsinin. Nə deyir Allah? Deyir, mən tövbələri qəbul edirəm. Mənəm sizin günahlarınızı bağışlayan. Sonra ikinci bir ayədə, növbəti ayədə deyir, və yəstəcibul-ləzîne âmenû və amilus-salihat. Allah iman gətirib yaxşı işlər görənləri müstəcab eləyir. Onların dualarını eşidir. Biri günah eləyib, səhv eləyib, Allah əgər o tövbə eləyərsə, o öz səhvini başa düşüb, tövbənin şərtlərini riayət eləyərsə, Allah tövbəni qəbul eləyər. Yəni, onun özünü qəbul eləyər, onu bağışlayar. Bu bir mərhələdir. Növbəti mərhələ budur ki, və yəstəcibul-ləzîne âmenû və amilus-salihat. Allah möminləri dualarını müstəcab eləyir. Hansı mömin? Həqiqətən də mömindir və yaxşı işləri vardır. Sonra buyurur ayənin davamında və yəziduhum min fadli. Allah onlara öz lütfindən artırır. Artıq burada bağışlama yoxdur. Bu artıq bir məqam sahibidir. Allah bunun duasını eşidir. Ola bilsin Allah onun duası ilə başqasının günahını bağışlayar. Ola bilər onun dualarını müstəcab etməklə digərlərinin problemini həll eləyər. Bu artıq başqa bir məsələdir. Əhl-i Beyt ki, mübahiləyə getdilər, onlar iman və əməl sahibləri idilər. Allah onların dualarını müstəcab eləyirdi. O müstəcabı dəvə olan insanlardan idilər. Ona görə də Peyğəmbərimiz hər adamı apara bilməzdi. Döyüşlərə gedə bilərdilər. Döyüşlərə nə deyirdi? Allah Quranda deyir ki, döyüşə gedin. Enfiru xifafən və siqalən. Yüngül, ağır, durun gedin döyüşə. İndi kimin atı var, atı ilə getsin. Kimin ulağı var, ulağı ilə getsin. Kimin də yoxudsa elə piyada getsin. Ya eyyuhəl-ləzîne âmenû, mâ lekum izâ qîle lekum infiru fî sebîlillâhi izzâqaltum ilâl-ard. Ey möminlər, sizə deyiləndə döyüşə gedin. Niyə yapışıbsınız yerə? Hamını döyüşə göndərirdi. Döyüşə getməyənləri Allah Teala Quran-ı Kərimdə tənqid eləyir. Niyə deyir siz ləng davranırsınız? Amma mübahiləyə 5 nəfərlə gedir. Peyğəmbər 4 nəfərlə gedir. Niyə? Niyə aparmırdı? Başqalarından da götürərdi. Yox, və yəstəcibul-ləzîne âmenû və amilus-salihat. Allah Teala məqamı yüksək olan bəndələrdən duaları müstəcab eləyir. Və yəziduhum min fadli. Allah onlara lütfünü artırır. Bir ayə var, İsra surəsində Allah Teala buyurur, bəziləri peyğəmbərlərə ibadət eləyiblər. Allah Quran-ı Kərimdə buyurur, bəziləri peyğəmbərləri adiləşdirib, bəziləri də ilahiləşdirirlər. Hər ikisi var. Amma tarixdə olub elələri وَلَا يَأْمُرَكُمْ أَنْ تَتَّخِذُوا الْمَلَائِكَةَ وَالنَّبِيِّينَ أَرْبَابًا. Mələklərə Rəbb deyiblər. Peyğəmbərləri pərəstiş eləyiblər. Allah Teala İsra surəsinin
57-ci ayəsində buyurur, Ulaikəl-ləzîne yed'ûn. Onların özləri Allah'a çağırırlar. Yəbtəğûn ilə rabbihumul vəsilə. Onlar özləri Allah dərgahına vəsilə ilə gedirlər, vasitə ilə gedirlər. Əyyuhum əqrab. Allaha daha yaxın olanları özlərinə vasitə götürürlər. Nə demək istəyir Allah? Allah Teala buyurur, peyğəmbərləri ki, sitayiş edirsiniz, onların özləri özündən üstün olan peyğəmbərlərə təvəssül edirlər. Özündən üstün olan, Allaha daha yaxın olan bəndələri vasitə edirlər. Yəni, peyğəmbərlərin içində də bəziləri daha üstündür. Üstün olan peyğəmbərlər daha üstün olan peyğəmbərlərə təvəssül edirlər. Əyyuhum əqrab. Kim Allaha daha yaxındırsa peyğəmbərlərdən, digərləri onlara təvəssül edir. Siz deyir, onlara bəziləri ibadət edir, bunların özləridir, təvəssül edirlər. Vasitə ilə Allahın dərgahına öz istəklərini təqdim edirlər. Görün, peyğəmbərlərin özləri də Allah dərgahında üstün olan, daha üstün olan insanlara təvəssül edirlər. Allah dərgahında məqamı yüksək olan insanların duaları tez qəbuldur. Bizim peyğəmbərimiz də Allah dərgahında sözü eşidilirdi, duası müstəcab olunurdu. Yanında kimləri aparır? Duası müstəcab olan insanları aparır. Duası qəbul olan insanları aparır. Onlardan biri də xanım Zəhra salamullah aleyhadır. Əhl-i Beyt xanım Zəhra da içində olmağına peyğəmbərimizə təvəssül edirlər. Peyğəmbər də bilir Allahın əmri ilə kimlər Allah dərgahında daha üstündürlər. Onlardan biri xanım Zəhradır. Biz bugün elə bir xanımın məclisinə gəlmişik ki, Allahın Rəsulu Allaha dua eləyəndə, Allahı çağıranda xanım Zəhranı aparırdı. Böyük bir məqamdır. Böyük bir fəzilətdir. Allahın Rəsulu yer üzündə Allahın höccətidir. Deyir, mən gedirəm Allaha dua eləyirəm. Düşmənlərimi məğlub eyləsin, sən də amin deyinən, ya Zəhra. Əhl-i Beytin evinə bir gün yetim gəldi. Bilirsiniz də, İnsan surəsində Allah Teala Əhl-i Beyt barəsində ayələr nazil eləyib. Ayədə Allah Teala buyurur, وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا. Miskin gəldi. Bunlar da iftara hazırlaşırdılar. Ramazan ayıdır. Oruç tutmuşdular. Müstəhbi oruç tutmuşdular. Qapı döyüldü, miskin gəldi. Öz iftarlarını miskinə verdilər. İkinci gün yetim gəldi, yetimə verdilər. Əsir gəldi, əsirə verdilər. Sizin fikrinizcə, əgər Əhl-i Beyt əleyhissalam öz yeməyini kafir əsirə verirsə, xanım Zəhra salamullah aleyha öz iftarını verir kafir əsirə. Bu məclisdən əliboş qayıtmaq olar. Allah bizi bu məclisdən əliboş qaytarar. Biz elə bir məclisə gəlmişik ki, bu məclisin sahibləri kafir əsiri əliboş qaytarmayıb. Kafir əsirə öz iftarını verib. Bugün birinci gündür, müqəddimədir, başlanğıcdır. İnşallah növbəti gecələrdə daha dərin bu barədə danışarıq, daha geniş danışarıq. Bunu qeyd etmək istəyirdim ki, Allah Teala yanında ən üstün insanlar, ən təqvalı insanlardır. Peyğəmbərimiz də cəmiyyətdə olan ən təqvalı insanlarla mübahilə getməli idi. Ən üstün olan insanlarla getməli idi. Və Peyğəmbər kimi aparıbsa, o cəmiyyətin, bəşəriyyətin ən üstün, ən təqvalı insanları olmuşdur. Bugün məclisinə yığışdığımız xanım da xanımlar içində ən üstündür. Bütün bəşər tarixində. Allah inşallah bizi bu xanıma sadiq olan,
səmimi olan möminlərdən, müsəlmanlardan qərar versin. Allahım sənə and verəm izzəti və cəlal və əhl-i beytin hörmətinə, aqibətimizi, axirətimizi xeyirli eylə ginə. Bu əzadarlığı bizdən qəbul eylə ginə. İmanımızı, ixlasımızı kamil eylə ginə. Allahım sənə and verəm izzəti və cəlal və əhl-i beytin hörmətinə. Bizim dilimiz, nitqimiz, elmimiz əhl-i beyti vəsf etməkdən acizdir. Özün bizə kömək ol ginə. Allahım sənə and verəm izzəti və cəlal və əhl-i beytin hörmətinə. Məclisə gələn ana bacılarımızın, qardaşlarımızın hər birinin qəlbində hacətləri vardır, müşkülləri vardır, xəstələri vardır. Xanım Zəhra salamullah əleyhanın hörmətinə onları bu məclisdən əl-boş qaytarma ginə. Ruzilərini bol halal eylə ginə. Aqibətlərini xeyirli eylə ginə. Allahım sənə and verəm izzəti və cəlal və əhl-i beytin hörmətinə. Uca olan İslam bayrağını daha da uca eylə ginə. Məqamları uca olan şəhidlərimizin, Kərbəla şəhidlərinə məşhur eylə ginə. Allahım sənə and verəm izzəti və cəlal və əhl-i beytin hörmətinə. İmam Musa Kazım hörmətinə, Həzrəti Yusufun hörmətinə, həbsdə olan qardaşlarımızı, bacılarımızı izzətlə azad eylə ginə. Dünya məzlumlarını Fələstində, Livanda, İraqda, İranda, Azərbaycanda, Suriyada, Yəməndə zalimlar üzərində qalib eylə ginə. Allahım sənə and verəm izzəti və cəlal və əhl-i beytin hörmətinə. Alimlərimizin, müştəhidlərimizin, xüsusilə rəhbərimizin pənahında hifz eylə ginə. Allahım sənə and verəm izzəti və cəlal və əhl-i beytin hörmətinə. Ağanın zorunu təcil eylə ginə. Esselamu aleykum və rəhmətullah.